Salam 44 kanalının dəyərli izləyiciləri. Kanalın ilk Mazda incələmə videosu ilə bu dəfə sizin qarşınızdayam. Və nə yaxşı ki, məhz bu ilk Mazda videosu da məhz crossover ilə başladı. Çünki bilirsiniz ki, artıq son bir neçə ildir ki, bəlkə 10-15 ildir ki, crossoverlər həm bizim ölkəmizdə, həm də ümumilikdə dünyada çox məşhurlaşıblar. Və Mazda'nın əslində biz biraz keçmişinə baxsaq, görərik ki, o qədər crossover təcrübəsi olmayıb. Düzdür, illər əvvəl Mazda CX-7, Mazda CX-9 kimi avtomobillər var idi, amma bunlar Fordla əməkdaşlığın nəticəsində əmələ gəlmiş modellər idi. Amma Fordla əməkdaşlıq bitəndən sonra Mazda artıq öz platformaları əsasında sıfırdan avtomobillər inşa eləməyə başladı və ilk istehsal elədiyi sırf öz bazasında crossoverlərdən biri də məhz CX-5-dir və bu avtomobillər 2011-ci ildən 2017-ci ilə kimi istehsal olunublar. 2014-cü ildə isə restyling keçiriblər. Avtomobilin boya təbəqəsinə və metalına gələndə avtomobillərdə boya nazik olur və artıq uzun illərin avtomobillərində müəyyən rəng defektləri görmək, müəyyən cızıqlar görmək bu normal bir şeydir. Əsas odur ki, bu rəng defektləri daha sonradan korroziyaya çevrilməsinlər. Çünki bu avtomobillərin gövdələrinin bir neçə mənfi xüsusiyyətləri var. Xüsusən də bu buferlərin həm öndə, həm arxada metalla kəsişdiyi yerlər, həm bagaj qapısı, xüsusən də qapının alt hissəsi məhz korroziyaya qarşı biraz həssas olur. Yəni avtomobil alacaqsınızsa ikinci əl bu hissələrə diqqət yetirsəz yaxşı olar. Bizim avtomobilimiz 2012-ci il istehsalıdır, restylingdən əvvəlki modeldir və servis maşınıdır. Yəni 2012-ci ildə Mazda Bakıdan alınıb. Avtomobil arxa hissədən də bu cür görsənir. Bir şey qeyd eləmək istəyirəm ki, istehsalın ilk illərində olan CX-5-lərdə bu arxa kameranın germetizasiyası o qədər yaxşı olmurdu və xüsusən də avtoyumalarda yüksək təzyiqli su altında ora su təmas edə bilirdi və kameranın sıradan çıxmasına gətirib çıxardırdı. Amma restylingdən sonra artıq bu problem yoxdur avtomobillərdə. Deməli, avtomobilin bagajını açmaq üçün buradakı düymədən istifadə edirsiniz. Mexaniki mexanizmdir, yəni əllə açılıb bağlanır bagaj qapısı. Mazda CX-5-lərin bagajı 403 litrdir və bagajın alt hissəsində də tam ölçülü ehtiyat təkəri yerləşir və müəyyən qədər də alətlər yerləşir. Arxa oturacaqlar da qatlanır və bagaj həcmi əgər 403 litrsə bəs eləməsə, həcmi hardasa 1500 litrə kimi də artıra bilirsiniz. Yəni bunun sayəsində də daha böyük əşyaları burada daşıya bilərsiniz. Mazda CX-5-in salonunda oturanda hiss olunur ki, bu bir Yapon avtomobilidir. Düzdür, çalışıblar ki, burada məsələn yumşaq plastiklərdən və s. istifadə eləsinlər, amma yenə də bu bir büdcə segmenti avtomobildir. Ona görə buradan çox bir şey gözləməyə dəyməz. Salon rahatdır, oturacaqları rahatdır. Hətta yan dəstəkləri belə var oturacaqların. Sürücü oturacağının elektron tənzimlənməsi var. Sərnişin oturacağı mexaniki olaraq tənzimlənir. Hətta daha yaxşı komplektasiyalarda sürücü oturacağının yaddaş özəlliyi də var. 2 rejimli yaddaş özəlliyi də var. Sükanımız multisükan da əlbəttə ki, cruise kontrol və multimediyanın düymələri yerləşib üzərində. Dəri ilə üzlənib və sükan mexanizmi də komplektasiyadan asılı olmayaraq bu avtomobillərdə mexanikidir. Cihazlar panelimiz var. Burada 3 ədəd yumru var və sürət taxometr göstəriciləri analoqdur. Bord kompüteri isə rəqəmsaldır. Multimediyamız var. Restylingdən əvvəlki multimedia sensordur. Restylingdən sonra isə artıq bu multimedia dəyişir və şayba ilə idarə olunur. BMW-dəki kimi şayba məhz bu mərkəzdə olur. 210 klimat kontroldur. Oturacaqların qızdırılması var. 3 rejimli. 12 voltluq çıxış var. Klassik sürətlər qutusunun başlığıdır. 2 ədəd stəkanlıqdır.
əl parking əyləcidir. Restylinqdən sonra artıq bu da elektron parking əyləci ilə əvəz olunur. Dirsəkatlığı var, kifayət qədər genişdir. Burada da 12 voltluq çıxış, USB və AUX çıxışları var. Bizim avtomobilimiz lükla da təchiz olunub. Burada standart günlüklərdir, güzgü ilə işıqlardır və eynək qoymaq üçün yerdə var. Arxa oturacaqlarda da oturmaq kifayət qədər rahatdır. Ön oturacağı mənim boyuma görə tənzimlənib, yəni 1.75 metr və mən özüm öz arxamda rahat şəkildə otura bilirəm. Kifayət qədər diz və baş məsafəm var. Arxa sərnişinlər üçün dirsəkatlığı var, 2 ədəd stəkanlıqla və burada ciblər var ön oturacaqlarda və demək olar ki, hər hansısa bir başqa funksiya nəzərdə tutulmayıb. Məsələn, arxa oturacaqların qızdırılması və ya arxa sərnişinlər üçün havalandırma yoxdur. Fikirləşirəm ki, 3 nəfər arxada bu maşında rahat oturub uzun yol gedə bilərlər. Mazda CX-5-in kapotunun altında 2 dənə mühərrik görə bilərsiniz. Əslində 3 dənə mühərrik olur, dizel mühərriki də olur bunlarda, lakin bizim ölkəmizdə dizel mən bildiyim qədərilə yoxdur. Əsasən 2 və 2.5 litrli atmosfer mühərriklər olur bu avtomobillərin kapotunun altında və bu Skyactiv G mühərrikləri sayılır. Ümumiyyətlə 2010-cu illərdə məlum məsələdir ki, bu ekoloji standartlar, yanacağa qənaət və s. dəbdə idi və buna görə də bir çox istehsalçılar məsələn mühərrikləri həcmini azaldaraq turbo əlavə edirdilər və bunun sayəsində də həm mühərriklərin gücləri artırdı, həm daha qənaətçil olurdular. Amma Mazda mühəndisləri bu tendensiyaya qoşulmamağa qərara gəldilər və öz yolları ilə getmək istədilər. Bunun üçün də atmosfer mühərrikləri saxlayaraq onlardan yetəri qədər güc almaq üçün sıxılma nisbətini artırdılar. Məsələn, Skyactiv mühərriklərində, yəni 2 və 2.5-lərdə sıxılma nisbəti 14-ün 1-ədir. Əlbəttə ki, tək sıxılma nisbəti artırmaqla olmur bu iş. Burada Porschelerin konstruksiyası, yanacaq sisteminin iş prinsipi və s. bunlara da əl gəzdiriblər və bu mühərriklər kiçik həcmə baxmayaraq yenə də bu cür avtomobilləri daşımaq üçün kifayət qədər gücə sahibdir. Eyni zamanda hardasa qənaətçil də saymaq olar bu mühərrikləri. Məsələn, 2 litrli mühərrik 150 at gücünə sahibdir, 2.5 192 at gücünə sahibdir. Öz dövrlərinə görə pis getmirlər. Bu maşınlar ilk çıxanda inanmırdılar ki, bu mühərriklər çox gedəcək. Fikirləşirdilər ki, bu Skyactiv mühərriklərin ömrü o qədər uzun olmayacaq, amma tamam əksi oldu. Bu mühərriklər rahat 300-400 min kilometrdə gedə bilirlər, əgər düzgün qulluq eləsəz. Düzgün qulluq deyəndə də bu avtomobillər pis benzini sevmir. Məsləhət ki, 95 oktanlı benzindən istifadə eləyəsiniz. Çünki pis benzin bu mühərriklərin injektorlarına və s. sıradan çıxardır. Mühərriklərin ümumi konstruksiyasına qalanda bu 4 silindirli atmosfer mühərrikdir, alüminium bloka sahibdir, hidrokompensatorları var, yəni klapanları tənzimləməyə ehtiyac yoxdur. Bundan əlavə zəncirli mexanizmdir. Bu qədər. Yəni Skyactiv G mühərriklərindən qorxmaq lazım deyil. Bu mühərriklər kifayət qədər dözümlü mühərriklərdir. Sadəcə yenə də qeyd etdiyim kimi yaxşı benzindən istifadə eləmək lazımdır. Bizim avtomobilimiz 2 litrli mühərriklə təchiz olunub və 150 at gücüdür bu maşın. Mən bayaqdan sürdüm artıq bu maşını bir neçə dəqiqə və belə başa düşdüm ki, bu maşın yəni sıfır dayanmış vəziyyətdən yerindən götürüləndə yaxşı götürür yerindən. Hardasa 40 km/saata kimi. Amma məsələn 40 km, 50 km/saat sürətdə ki, sürətlənmək istəyirsiniz, onda maşın artıq çox hamar sürət yığır. Ta ki, siz ayağınızı qaza axıra kimi basmayana kimi, məsələn, hal-hazırda artıq gərək
qazın hardasa bir yarıdan çox basasan ki, maşın biraz təkanla sürətlənməyə başlasın, yoxsa çox hamar sürət yığır. Deməli, bu avtomobildə 6 pilləli avtomatik sürətlər qutusudur. Ümumiyyətlə, Mazda CX-5-lərdə əsasən bu 6 pilləli avtomatlar olur və bu avtomatlar çox dözümlü avtomatlardır. Düzdür, istehsalın ilk dövrlərində, restylinqdən əvvəlki modellərdə bəzi problemlər yaşanırdı. Məsələn, bəzən olurdu ki, sürətlər qutusunu parkinq vəziyyətinə gətirirsən, amma maşın hələ başa düşmür ki, sürətlər qutusu parkinq vəziyyətdədir. Bu da ki, limitləyici rezin var idi. Onun aşınması nəticəsində baş verirdi. Yəni, problemli bir şey deyil. Bundan əlavə 100-150 min kilometr aralıq yürüşündə də bu sürətlər qutusunun mərkəzi yastığı da problem yarada bilirdi sıradan çıxanda və sürətlər qutusu başlayırdı vibrasiya və kənar səslərlə işləməyə. Ümumiyyətlə, onu qeyd edim ki, əgər siz bu maşından, yəni CX-5 ikinci əl almaq istəsəz, test drive zamanı əmin olmalısınız ki, bu avtomobilin sürətlər qutusunun işləməyində heç bir problem yoxdur. Yəni, təkanlar, gecikmələr, belə şeylər olmamalıdır. Avtomobil hələ yerində olanda da, məsələn, parkinq vəziyyətindən reversə və yaxud drive vəziyyətinə gətirəndə avtomobilin gövdəsində heç bir zərbə olmamalıdır, tam rahat şəkildə keçməlidir. Ümumiyyətlə, əgər siz bu avtomobilin sürətlər qutusunun yağını hardasa 50-60 min kilometrdən bir dəyişsəz, bunlar kifayət qədər dözümlü və uzun ömürlü sürətlər qutusudur. Ömürləri də elə 300 min kilometrdir. CX-5-lər tam ötürücülü avtomobillərdir. Amma bunlar unutmaq olmaz ki, CX-5 bir yolsuzluq avtomobili deyil. Burada əsasən maşını qabaq təkərlər aparır, amma mufta sayəsində arxa oxtu qoşulur və bunun sayəsində də tam ötürücü sistemi yaranır. Bu tam ötürücü sistemi qışda, məsələn, yüngül qarlı havalarda və yaxud yüngül palçıqlı yollarda sizə kömək eləyəcək, amma qəti şəkildə bu avtomobillə ağır yolsuzluğa falan getmək düşünməyin. Çünki təkərlər yerində çox boş fırlananda mufta qızır və imtina eləyir. Bunun sayəsində də siz tam ötürücü sistemsiz qala bilərsiniz. Yəni, bu tam ötürücü sistemi sadəcə şəhər rejimində sürücüyə kömək eləmək üçündür. Avtomobil şəhərdə sürməyə komfortlu avtomobildir. Askı sistemi yumuşaqdır. Düzdür, bu avtomobildən Mercedes komfortu gözləməyə dəyməz, amma bir Yapon avtomobilinə görə yumuşaq avtomobildir. Askı sistemində burada öndə McPherson dayaqlardır, arxada çox lingli askı sistemidir və ümumilikdə bu avtomobillərin askı sistemləri dözümlü hesab olunur. Yəni, buradakı amortizatorlardır, kürəcikli yastıqlardır, rezin metal oynaqlardır. Bunların bir çox komponentlərin ömrü 150 min kilometrdən çoxdur. Yəni, uzun müddət sizə bir problem yaratmayacaq. Amma nəzərə almaq lazımdır ki, Mazdaların ehtiyat hissələri ucuz deyil. Yəni, hardasa bir premium segmentə yaxın qiymətlərədir. Amma belə bir üstünlüyü var ki, bu avtomobillərin siz burada tez-tez hər hansısa bir ehtiyat hissəsi dəyişməli olmursunuz. Dəyişəndə də bir dəfə dəyişirsiniz və yenə də uzun müddət idarə edirsiniz. Avtomobilin səs izolyasiyasına qalanda da indi bu segment avtomobildən möhtəşəm bir səs izolyasiyası gözləməyə dəyməz. Yəni, səs izolyasiyası xüsusən də restyling modellərdə zəif sayılır. Deyilənə görə restylinqdən sonraki modellərdə artıq daha yaxşılaşdırıblar səs izolyasiyasını. Amma yəni, sürüş zamanı mühərrikin səsi xüsusilə də hiss olunur. Əgər sizə dinamik avtomobil lazımdırsa, yəni CX-5 istəyirsiniz, hansı ki, biraz yaxşı dinamikası olsun, onda gərək 2.5 litrli mühərriklə alasınız. Məsələn, bizim avtomobilimizdə 2 litrli mühərrikdir deyə artıq o videonun əvvəlində də qeyd etdiyim kimi biraz sürət yığmağa ərinir, necə deyərlər, çox hamar sürət yığmağa çalışır və o vaxta kimi ki, siz qazı axıra kimi basmırsınız, bu maşın çox da tələsmir bir yerə. Yəni, əgər dinamika həvəskarısınızsa, onda 2.5 mühərrik daha məsləhətdir. Bir ailə avtomobili kimi Mazda CX-5, AX35, Sportage,
X-Trail kimi avtomobillərə baxanda nisbətən daha yaxşı bir variantdır. Və əgər alacaqsınızsa, mən sizə xüsusilə də bu restylinqdən sonrakı avtomobilləri məsləhət görərdim almağa. Çünki onlarda artıq daha müasir funksiyalar var. Eyni zamanda bu restylinqdən əvvəlki modelin o xırda xuruş problemləri də aradan qaldırılıb restyling modeldə. Amma əgər büdcəniz restyling model almağa yetmirsə, restylinqdən əvvəlki modeli də ala bilərsiniz. Bu avtomobillər bir ailə avtomobili kimi kifayət qədər dözümlü avtomobillərdir. Yəni sürətlər qutusudur, askı sistemidir, mühərriklərdir. Bunlar sizə uzun müddətdə əgər düzgün qulluq eləsəz, xüsusi bir problemlər yaratmayacaqlar. Bu qədər dəyərli izləyicilər, bu videonun da sonuna gəlib çıxdıq. Kanalımıza və sosial media hesablarımıza da abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək sağ olun.